Herkese salam. Bugün sizlərə 2025-ci tədris ilinin biologiya fənnində model test nümunələrinin izahını təqdim edəcəm. İlk sualımızla gəlin başlayaq. Sxema səsən bitki qrupları üçün doğru ifadələri müəyyən edin. X, Y, Z xüsusiyyətləri verilir və bunlar bəzi bitki şöbələri üçün ortaq şəkildə qeyd olunub. X bütün bitki şöbələrində ortaq verib və X-ə aid verilən xüsusiyyət nədir? Toxumavi orqanların olması. Biz bilirik ki, yosunlarda toxuma orqan yoxdur. Ona görə X digər bitki şöbələri üçün ortaq sayılsa da yosunlar üçün ortaq deyil deyə bu fikri ortaq götürə bilmirik. İkinci fikrimizə baxaq. İkinci fikir Y-dir. Y qıcı və örtülü toxumlu üçün ortaq verilib. O qamet tipli qamet əmələ gətirir. Örtülü toxumlarda o qamet tipli qamet əmələ gəlmək yoxdur. Bəli, qıcılar üçün xarakterik olsa da, örtülü toxumlarda anizoqamiya tipli qamet əmələ gəlmədir. Nədir anizoqamiya? Deməli, örtülü toxumlu bitkilərdə, ümumiyyətlə örtülü toxumlar və çılpaq toxumların hər ikisi üçün xarakterikdir. Onlarda erkek gamit sperm adlanır, kiçikdir, qamçısızdır. Dişi qamət yumurta hüceyrədir, iridir və qamçısızdır. Yəni, örtülü toxumlu bitkilərdə və çılpaq toxumlu bitkilərdə dişi qamət iri, qamçısız, erkək qamət kiçik, qamçısız və erkək qametlər spermlər adlanır və onlarda anizoqamət tipli qamət əmələ gəlmədir. O qamət tipli qamət əmələ gəlmə qıcı, mamır, yosunların bəzi nümayəndələrində müşahidə edilə bilir. Amma örtülü toxumlar üçün xarakterik deyildir. Üçüncü fikrimizlə davam edirik. Z cinsi nəsil reduksiya olub. Z örtülü toxumlu və çılpaq toxumlu ortaq xüsusiyyətidir və biz bilirik ki, çılpaq toxumlu və örtülü toxumlu bitkilərdə, ümumiyyətlə toxumlu bitkilərdə cinsi nəsil əhəmiyyətli dərəcədə reduksiyaya uğrayıb. Ona görə doğru fikirdir. X çox hüceyrəli nümayəndələri var. Bəli, X bütün bitki şöbələri üçün ortaq xüsusiyyət verilib və bütün burada verilən bitki şöbələrinin, yəni yosunun da çox hüceyrəsi var, qıcı da çox hüceyrəlidir, örtülü toxumlu, çılpaq toxumlu bunlar çox hüceyrəli orqanizmlardır. Ona görə doğru fikirdir. Y saçalı kök sistemi var. Y bizdə qıcı kimlər və örtülü toxumların ortaq xüsusiyyətdir. Bəli, qıcı kimlərdə əlavə və yan köklərdən ibarət olan saçalı kök sistemi mövcuddur. Həmçinin örtülü toxumlu bitkilərdə də birləpəllər sinfi nümayəndələrində saçalı kök sistemi var. Vegetativ çoxalan ikiləpəllərdə saçalı kök sistemi var. Toxumda çoxalan buğay yarpağı da istisnadır. Orada da saçalı kök sistemi var. Ona görə bu da hər ikisi üçün ortaq sayılacaq. Deməli 3, 4, 5-ci fikirlər bizdə doğrudur. İkinci sualımızla davam edirik. İnsan asqarin ontogenezi zamanı insanın hər iki qan dövranının keçdiyi bədən boşluğunda rast gəlinir. Hər iki qan dövranının keçdiyi bədən boşluğu döş boşluğudur. Çünki həm kiçik, həm böyük qan dövranına rast gəlinmiş olur. Asqarin inkişaf dövriyyəsinə nəzər salsaq, qoyulmuş yumurtalar xarici mühitə düşdükdə torpaqda rütubət istili oksigenin olduğu bir dövrdə 2 həftəlik müddəti keçirir, invaziv, yəni yoluxucu dövrə çatır və orqanizma yumurtanın içərisində sürfə inkişaf edir. Orqanizma yumurta içərisində sürfə düşdükdə ağız, bulaq, qida borusu, mədə, bağırsaqda yumurtanın divarı əriyir, cavan sürfə çıxır, cavan sürfə bağırsaq divarını, yəni kapilyalarını deşərək qanla qaraciyərə, oradan aşağı boş vena ilə ürəyin sağ hissəsinə gəlir. Sağ qulaqcıq, sağ mədəcik, ağciyər kötüyü gedir ağciyərlərə. Cavan sürfə ağciyərlərə gəlir. Orada yetkin sürfəyə çevrilir. Ağciyərləri qıcıqlandırır. İnsanın öskürməsinə səbəb olur. Öskürdükdə bəlğəmlə ağza gəlir. İkinci dəfə bu bəlğəm udulduqda bu dəfə sürfəni insan udmuş olur. Yenə sürfə ağızlıq qida borusu mədə bağırsağa gəlir və yetkin sürfə burada yetkin fərdə çevrilmiş olur. Yetkin fərd də bağırsaqda yaşayır. Orada qidalanır, orada çoxalır, yumurtalarını da bağırsağa qoymuş olur. Yəni biz döş boşluğunda cavan sürfəni görərik. Cavan sürfə yetkin sürfəyə çevrilir. Həmçinin birinci dəfə udulma anında sürfəli yumurtanı da görmüş olduq. Amma yetkin fərd nazik bağırsaqdadır. Həmçinin yetkin fərdin qoyduğu yumurta da nazik bağırsaqda olacaqdır. Keçdiyi yolda rast gəlinir soruşur. 2, deməli 2, 3, 5 bizim doğru cavablarımız olacaq. Üçüncü sualımızla davam edirik. Təcrübə zamanı ağacın gövdəsinin qabıq qatı halqa şəklində çıxarılmışdır. Bir həftə sonra çıxarılan hissənin üstündə şəkildə kimi şişkinlik baş vermişdir. Burada qabıq qatı çıxarılıbsa, qabığın altında biz bilirik ki, qabığın alt qatı floemadır. Floema bu olayla üzvü maddələr hərəkət edir. Daha sonra daxil hissə oduncaq, oduncaqda isə qeyri-üzvü maddələr, su və mineral maddələrin daşınması baş verir. Və bizdən doğru fikirlər istəyir.
Qabıq qatı çıxarılıbsa üzüm maddənin birlikdə hərəkəti pozular. Yuxarıya doğrusu mineral daşınması davam edəcək. Bəli, üzüm maddənin daşınmasında problem yaransa da su və mineralın daşınmasında burada oduncaq hissədə bir problem olmadığı üçün su və mineral daşınması oduncaq hissədə davam etmiş olacaq. Fotosintez məhsulları bəli kökə daxil ola bilmir, çünki burada floema qatında üzüm maddənin hərəkəti baş verəcəyi üçün əgər həmin hissə kəsilib çıxarılıbsa, təbii ki, burada üzüm maddənin kökə doğru daşınması baş verməyəcək. Burada şişkinliyin səbəbi də burada üzüm maddənin toplanması olacaq. Deməli, fotosintez məhsulları kökə daxil ola bilmir. Bəli, doğru fikirdir. Şişkinliyin səbəbi suyun həmin hissədə toplanmasıdır. Xeyr, daşına bilməyən üzüm maddənin burada toplanması baş verəcəkdir. Şişkinliyin səbəbi yarpaqların soyucu qüvvəsinin aşağı düşməsidir. Artıq qeyd etdik ki, qabıq qatının çıxartılması ilə qabığın alt qatındakı floema boruları burada götürülmüş olur və üzüm maddənin hərəkəti pozulmuş olur. Deməli, 1-2 bizdə doğru fikirlərdir. Bizdən nəyi soruşur? Doğruları soruşur. Cavabımız olur D variantı. Sual 4. Kələm bitkisinin çiçək formuna baxaraq hansı fikri bildirmək olmur? Ümumiyyətlə, kələm xaçiçəklər fəsləsinə aiddir. Xaçiçəklər fəsləsinin çiçək formulu K4, L4, Y4 üzərinə gəlsin 2, D1 şəklindədir. Və biz düstura baxaraq nəyi söyləyə bilmərik, bunu qeyd etməliyik. Bir evli bitki olduğunu söyləyə bilərik, çünki erkəkçi və dişici eyni çiçəyin üzərindəsə bir evli iki cinsli çiçəklərə malik olan bitkidir deməkdir. Doğru fikirdir. Bütün çiçəklərində meyvə mənə gəlir. Baxıram ki, bir tip formul bilirik. Hamısında da dişicik var. Dişicik varsa dişicinin yumurtalığından da meyvə mənə gələcəkdir. Doğru fikirdir. Çiçək formulunda həm kəsə yarpağı, həm ləçək görürük. İki qat çiçək yanlığına malik olduğunu bizə göstərir. Tam çiçəkdir, ona görə ki, həm kəsə yarpağı, həm ləçəyi, keçiyi, dişiciyi var. Ona görə tam çiçəkdir. Çiçəyin əsas hissələrin çiçək yatağının üzərində yerləşdiyini formulda heç bir detal bizə müəyyən etmir. Ona görə də cavabımız olur D variantı. Sual 5 ilə davam edirik. X, Y vəziyyəti müəyyən edin. Bilirik ki, yosunlar dərinə getdikcə onlarda qırmızı pigmentin toplanma miqdarı çox olmuş olur. Yəni, belə deyək, qırmızı yosunlar daha suyun dərin qatlarında yaşayır. Bir qədər orta qatlarda qonur yosun var və ən üst qatda isə yaşıl yosunları qeyd edəcəyik. Yəni, X bizdə ən dərin qatlarda yaşayan porfira, yəni qırmızı yosun. Y olacaq fokus, yəni qonur yosun. Ulva isə Z olacaqdır. O isə yaşıl yosunlara aiddir. Ona görə cavabımız olur A variantı. Sual 6 ilə davam edirik. Bizə may böcəyi təqdim edilib. Qarıncıq buğumların sayı N ilə verilib, nəfəsgahların sayını istəyir. Yadda saxlayırıq ki, qarıncığın son və döşün ilk buğumunda nəfəsgah, yəni stigma olmur. Yerdə qalan stigma olan buğumlarda stigma sayı 2 ədəd olur. May böcəyi ümumiyyətlə həşəratlar sinfinin nümayəndəsidir. Qarıncıq buğum sayını N veribsə, biz bilik ki, həşəratların döş hissəsində də 3 ədəd buğum var. Qarıncıq buğumun üzərinə gəlirik döş buğumlarını. Ümumi sahibi olduğu buğum sayı N üzərinə gəlsin 3-dür. Lakin döşün ilk və qarıncığın son buğumunda stigma olmadığına görə stigmasız buğumları buradan çıxırıq. Bizim ümumi stigmalı buğum sayımız olacaq N üzərinə gəlsin 1. Və hansı buğumlarda da stigma varsa, orada stigma sayı 2 ədəddir. Ona görə vururuq 2-yə, 2-nin üzərinə gəlsin, 2 ifadəsini almış oluruq. Davam edirik 7-ci sualımızla. Planulada rast gəlinmir qeyd edir. Planula bağırsaq boşluqlar tipinin sfoid meduzalar sinfinin sürfə mərhələsinə aid, sürfə mərhələsidir. Ziqotdan sürfə mərhələsi inkişaf edir. Bunların yetkin fərdlərində şüalı simmetriya olsa da planulada iki tərəfli simmetriyaya rast gəlinir. Çipkilərə rast gəlinir. Təbii ki, mitoz yolla bölünüb poliplərə başlanğıc verəcək. Burada mitoz bölünməyə də rast gəlinir. Konjugasiya prosesi meyoz zamanı gedir. Planulada meyoz yoxdur. Reduksiyon bölünmə meyoza aiddir. Yəni, xromosom yığımının 2 dəfə azalması, reduksiya uğraması bu meyoza aiddir. Planulanın özündə getmir. Mayalama prosesi də planulaya aid deyildir. Ona görə planulaya aid olmayan xüsusiyyətlər 4, 5, 6 olacaq. Sual 8. Əgər çöl göyərçində köpücük sümükləri döş sümüyü ilə birləşmiş olsaydı, bilirik ki, quşlarda
Köpücük sümükləri döş sümüyü ilə birləşmir. Bunlar öz aralarında birləşərək amortizator rolunu oynayan çəngəl sümüyünə əmələ gətirirlər. Quşlarda döş sümüyünə yalnız qarğa sümükləri birləşir. 2 ədəd qarğa birləşir. Döş sümüyünə əgər köpücüklər də birləşsəydi, döş sümüyü Çin quşağının döş sümüyü ilə birləşmiş olardı. 2 kürək, 2 köpücük, 2 qarğadan ibarətdir quşlarda normalda. Yalnız 2 qarğa birləşir, 2 köpücük döş sümüyü ilə birləşmir. Onlar öz aralarında birləşib çəngəl sümüyünü yaradır. Qarğa sümükləri isə kürək sümüyü ilə birləşir e, bilər və belə deyək, döş sümüyü ilə birləşmə əmələ gətirmir. Ona görə kürək sümükləri dedik ki, üzr istəyirəm, qarğa sümükləri döş sümüyü ilə birləşə bilər. Kürək sümükləri isə qarğaya birləşə bilir. Döş sümüyü ilə birləşmə əmələ gətirmir. Deməli, döş sümüyünə birləşmiş olanlar olacaq burada yalnız 2 ədəd qarğa sümüyü, köpücük sümüyü döş sümüyü ilə birləşmədi, kürək sümüyü döş sümüyü ilə birləşmədi. Yalnız 2 ədəd qarğa sümüyü normalda döş sümüyünə birləşir. İndi biz köpücükləri də bura birləşdirmiş olsaq, ümumi döş sümüyü, döş çiyin quşağı sümüyü ilə birləşmiş olar. Davam edirik 9-cu sualımız ilə. Doğru ifadələri müəyyən edin. 2 bizdə deməli qalxan bənzər ətraf vəzidir. Və ikinci vəzi insan bədənində sadəcə ən çox olan daxili sekresiya vəzidir. Ən çox olan vəzi deyirsə, biz burada xarici sekresiya vəzləri var ki, onların sayı təbii ki, 4-dən daha çoxdur. Bəli, daxili sekresiya vəzləri içərisində sayı ən çox olan qalxan bənzər ətraf vəzi olsa da, bədəndəki ən çox vəzi bu deyil. Xarici sekresiya vəzlərinin sayı daha çoxdur, ona görə yanlış fikirdir. Dördüncü vəzinin hormonu qanda qlukozanın miqdarını artırır. Dördüncü vəzi börək üstü vəzidir. Bəli, börək üstü vəzin adrenalin hormonu qanda qlukozanın miqdarını həyəcan, emosional vəziyyət zamanı artırır. Ona görə doğrudur. Beşinci vəzinin hormonu karbohidrat mübadiləsində iştirak edir. 5 mədə-altı vəzidir. Bəli, mədə-altı vəzin İnsülin və qlukagon hormonu qanda karbohidrat mübadiləsini tənzimləyir. İnsülin toxluq zamanı qanda şəkərin miqdarını azaldır. Qlukagon aclıq zamanı qanda şəkərin miqdarını artırır. Ona görə doğru fikirdir. Birinci vəzi timozin hormonu hazırdır. Timozin yox, tiroksin hazırdır. Çünki birinci vəzi qalxana bənzər vəzidir. Timozin üçüncü, yəni timus vəzinin hormonudur. Trioksin isə qalxana bənzər vəzinin hormonudur. Yanlışdır. Üçüncü vəzi hormonu immuniteti gücləndirir. Bəli, üçüncü vəzin hormonu timozindir. Timozin immun sistemin güclənməsində rol oynayır. Timus vəzi immun sistemi orqanlarından biridir. Ona görə 2, 3, 5 bizim oldu doğru cavablarımız. Sual 10 ilə davam edirik. Alveol boşluğu və alveol boşluğunun ətrafında qan damarları göstərilib. X və Y damarları verilir. Alveol boşluğuna gələn damar, ətrafına gələn damar X, alveoldan çıxan damar isə Y-dir. Deməli, X öz başlanğıcını ağciyər kötüyündən alan və venoz qan daşıyan arteriyalardır. Yəni, ağciyər kötüyü, ağciyər arteriyaları və ağciyər kaplyarları, venoz qan daşıyan kaplyarlardır. Burada belə deyək, qan gəldikdə qandakı karbon qazı alveol boşluğuna keçmiş olur. Alveol boşluğunda olan oksigen qana keçmiş olur. Qan burada oksigenlə zənginləşir və arterial qan olaraq davam etmiş olur. Deməli, X damarı öz başlanğıcını ağciyər arteriyalarından alır, içində venoz qan daşıyır. Y damarı isə, yenə bu da kaplyar damardır, belə deyək, öz tərkibində arterial qanı daşıyır və ağciyər venalarına ötürmüş olacaq arterial qanı. Müqayisə etmiş olsaq, karbon qazının miqdarı X damarında Y damarından çoxdur. Bəli, bu doğru fikirdir. Oksigen qazının miqdarı xeyr, Y-də X-dən daha çoxdur. Eritrosit miqdarı, bəli, burada eritrosit miqdarında dəyişiklik olmayacaq. Çünki mübadilə prosesi eritrositin dəyişməsi, eritrositin azalıb çoxalması burada baş vermir. Oksigen qazının və karbon qazının mübadiləsi getmiş olur. Eritrosit miqdarı da stabildir, dəyişməyəcək. Bizdən soruşur. Doğru fikirlər cavabımız olur 1, 3. Sual 11. DNT molekulunda nukleotidlər arasında azotlu əsasları ilə birləşməyən rabitələrin sayı 1198-dir. Deməli, DNT molekulunda nukleotidlər hər nukleotidin deməli, azotlu əsası qarşıdakı zəncirdə olan azotlu əsasla komplementarlıq prinsipi əsasında birləşir. Bu şəkildə yazmış olsaq. Hər birinin karbohidrat qallığını qeyd edək.
Və bir də fosfat turşu qalıqları qeyd edək burada və gözümüzdə vizual olaraq canlansın. Aha, gəlin baxaq. Deməli, hər nukleotid, deməli, soruşur bizdən nəyi? Nukleotidlər aslında azotlu əsaslarla birləşməyən. Biz bilirik ki, nukleotidlər arası rabitə bir hidrogen rabitəsidir. Bir nukleotidi qarşı zəncirdəki nukleotidin azotlu əsası ilə birləşə bilər. Bir də zəncir daxilində bir nukleotidin karbohidratı digərinin fosfatı ilə kovalent rabitə yaradır. Əgər azotlu əsasların iştirakı olmayan rabitədirsə, burada kovalent rabitələri soruşur və kovalent rabitəsi sayı molekulda olan nukleotid sayının 2 vahid azdır. En çıxaq 2 ifadəsini 1198-ə bərabər edirik. Enimiz olur 1200. E, bizdən soruşur molekulun uzunluğunu. Molekulun uzunluğunu tapanda molekuldakı nukleotit sayını deyil, zəncirdəki nukleotit sayını biz 0,34-ə vuracağıq. Yəni zəncirdə nukleotit sayımız olacaq 600 və bu 600 nukleotit sayını 0,34-ə vururuq. Cavabımız olur 204 nanometr. Nəyə görə molekuldakı nukleotit sayını deyil də zəncirdəki nukleotit sayını vurduq? Çünki molekul qarşı-qarşıyadır. Yəni qarşı-qarşıya dayanan iki zəncirdən ibarətdir. Baxın, hal-hazırda bizim molekulumuzda 8 nukleotid var. Bir də azot əsasları göstərəcəm. 8 nukleotid vardır. Amma biz burada 4 zəncir uzunluğunda molekul görmüş olduq. Çünki zəncirdə nukleotidlər, molekulda nukleotidlər qarşı-qarşıya dayanmış olur. Ona görə cavabımız olur B variantı. Sual 12 ilə davam edirik. Cədvəldə xordalar tipinin fərqli siniflərinə aid canlıların bəzi xüsusiyyətləri verilib və bu heyvanlara aid doğru ifadələri müəyyən edin qeyd edir. A-da postembriyonal inkişafda qan dövranı sayı artır, döş sümüyü var, dəri vəzləri var, eşitmə orqanı 2 hissədən ibarətdir. Bu suda qurda yaşayan olacaq. Çünki suda qurda yaşayanlarda bəli burada postembriyonal inkişafda öncə əvvəldə çömçək quyruq mərhələsi var. Postembriyonal inkişafın əvvəlində. Postembriyonal inkişafın sonunda isə artıq yetkin fərd mərhələsində 3 kameral ürək yaranmış olacaq. Döş sümüyünə malikdir. Bəli, yuxarı ətrafın qurşağına aid edilən döş sümüyünə malikdir. İnkişaf etmiş dəri vəzləri var. Bəli, dərsi seri ifraz edən vəzlərlə zəngindir. Eşitmə orqanı da daxili və orta qulaqdan ibarətdir. Bilirik ki, ilk dəfə suda quruda yaşayanlarda orta qulaq yarandı, təbil pərdəsi yarandı və orta qulaq daxili qulaq olmaqla eşitmə orqanı 2 hissədən ibarətdir. Deməli, A oldu bizdə suda quruda yaşayan. Postembriyonal inkişafda qan dövranı sayı artmır, döş sümüyü yoxdur. İnkişaf etmiş vəziləri var, amma eşitmə orqanı hissələri birdir. Eşitmə orqanı birdirsə bu daxili qulaqdır. Deməli, qan dövranı sayı artmır. Az öncə qeyd etdik ki, suda quruda yaşayanlarda çömçək quyruq mərhələsində postembriyonal inkişafın əvvəlində 2 kameral ürək, 1 qan dövranıdır. Yetkin fərd mərhələsində isə 3 kameral ürək, 2 qan dövranıdır. Burada isə qan dövranı miqdarında dəyişiklik yoxdur və eşitmə orqanlarının sayı 1-dir, döş sümüyü yoxdur. Dəri vəzləri isə var. Bu o zaman balıq olacaq bizdə. Çünki balıqlarda yalnız daxili qulaqdır. Bəli, qan dövranı 1-dir, döş sümüyü də yoxdur. İnkişaf etmiş dəri vəzləri də var. B oldu bizdə balıq. C-yə baxaq. Deməli, qan dövranı sayında dəyişiklik yox, döş sümüyü var, dəri vəzləri yox və eşitmə orqanı 2 hissədən ibarətdir. Bu da bizdə olacaq. Sürünənlər. Çünki sürünənlərdə də daxili və orta qulaq vardır. Dəri vəzlərindən məhrumdur. Dərsi qurudur. Buynuz qərni pulcuqlarla örtülüdür. Döş sümüyünə bəli malikdir. Əksəriyyəti təbii ki malikdir. İlanlar istisnadır, amma əsasən malikdir döş sümüyünə. Sinfin nümayəndələri və qan dövranı sayı da postembriyonal inkişafda dəyişmir. Embriyonalda bir qan dövranından 2 qan dövranına keçir, amma postembriyonalda dəyişmir. Ona görə də C oldu bizdə sürünən. A fərdi inkişafında yalnız bitki ilə qidalanır. Xeyr, suda quruda yaşayanlar təkcə bitki mənşəli qida ilə qidalanmırlar, həşəratlar və s. qidalana bilərlər. Yanlışdır. B vena damarlarında bir növ qan olur. B vena damar, bəli, balıqların belə deyək, tənəffüs orqanından qanı ürəyə qayıtmır. Ona görə də bunların vena damarlarında yalnız bir növ venoz qan dövr edir. Ona görə doğru fikirdir. C ürəklərində yalnız 3 növ qan olur. C sürünəndir. Sürünənlərin ürəyində yalnız 3 növ qan olur ifadəsi yanlışdır. Çünki sürünənlərdən timsahı nümunə göstərə bilərik ki, timsahda ürək 4 kameraldır. Onlarda mədəciklər arasında ara keçmə tamdır və buna görə də qan qarışmır. Ürəyində 2 növ qan olur. Yalnız 3 növ qan olur deyirsə yanlışdır.
A fərdi inkişafında ürək kameralarının sayı dəyişir. Bəli, dəyişir. Dedik ki, postembrional inkişafda əvvəldə 2 kameral ürəkdir. Postembrional inkişafın sonunda isə artıq 3 kameral ürəkdir. Yetkin fərdin ona görə dəyişir. C. Qurşaq sümükləri rudiment ola bilər. C bizdə sürünəndir. Sürünənlərdən ilanlarda deməli ətrafların sərbəst hissəsi yoxdur. Qurşaq sümükləri də rudiment halındadır. Ona görə doğru fikirdir. B. Yalnız gəlsəmədi tənəffüs edir. B. Bizdə balıqlardan bəzi nümayəndələr var ki, iki cür tənəffüslü balıqlara rast gəlinir. Ona görə yalnız gəlsəmədi tənəffüs edir ifadəsi yanlışdır. Cavabımız olur 2, 4, 5 A variantı olaraq müəyyən etmiş oluruq. Ən çox monomer müxtəlifinə malik olan üzvi birləşmə insanın həzm kanalında mövcud olan hansı mühitdə parçalanır? Ən çox monomer müxtəlifi olan üzvü birləşmə ümumiyyətlə həzm kanalında parçalanmağa məruz qalır. Zülal yağ, karbohidrat. Karbohidratlardan nişasta monomer olaraq glukozaya sahibdir. Yəni qlukozaya rast gəlir monomer olaraq tərkibində və monomer müxtəlifliyi çox deyildir. Daha sonra lipidlər, bunların parçalanma məhsulları gliserin və yağ turşularıdır. Zaten lipidlər polimer deyirlər. Sadəcə onların parçalanma məhsullarını və gliserin və yağ turşularına aid edilir. Yenə müxtəlifliyi azdır. Zaten monomer deməyimiz lipid üçün çox da doğru ifadə deyil. Çünki lipidlər polimer deyirlər. Parçalanma məhsullarına da qeyd etdik ki, gliserin və yağ turşuları aiddir, müxtəlifliyi azdır. Lakin zulalların tərkibində, zulalların yaranmasında iştirak edən 20 növ amin turşusuna rast gəlinə bilir maksimum. Yəni monomer müxtəlifliyi daha çoxdur. O zaman bizə zulallardan danışılmış. Və hansı mühitlərdə parçalana bilir ki, zulallardan mürəkkəb zulallar və süd zulalları mədədə turş mühitdə və tripsin isə sadə zulalların parçalanmasında iştirak edir. Bu da qələvi mühitdə nazik bağırsaqda baş vermiş olacaq. Cavabımız olur Y variantı. Sual 14 ilə davam edirik. Refleks qövsünün 3-cü hissəsi. Ümumiyyətlə, refleks qövsü 5 hissədən ibarətdir. Sadə olsun, mürəkkəb olsun, fərq etmir. 5 hissədən ibarətdir. Reseptor, hissi yol, mərkəz, hərəki yol və işçi orqan. 3-cü hissə bizdə olacaq mərkəz. Və mərkəzdə hissi neyronun aksonu və hərəkçi neyronun aksonu ağ maddənin yaranmasında iştirak edir. Əgər mürəkkəb refleks qövsündən söhbət gedirsə, boz maddənin yaranmasında ara neyron bütünlüklə, bir də hərəkçi neyronun dendriti və cismi iştirak etmiş olur. Bu məlumatlardan istifadə edərək sualı cavablandıraq. X hissi neyronun aksonu ola bilər. Bəli, mərkəzdə hissi neyronun aksonu ağ maddənin yaranmasında iştirak edir. Doğru fikirdir. Bir dəqiqə, fikir doğrudur və diaqramda da doğru qoyulub. Buna görə doğrudur. Y ara neyronun dendriti ola bilər. Ara neyronun dendriti mərkəzin boz maddəsinin yaranmasında iştirak edir. Fikir doğrudur. Amma ifadə olaraq diaqramda yanlış qoyduğu üçün bunu düzgün götürə bilmirik. Z hissi neyronun cismi ola bilər. Hissi neyronun cismi mərkəz sinir sistemindən kənarda sinir düyünlərində yerləşir. Ona görə mərkəzdə olmadığına görə hissi neyronun cismi ola bilər ifadəsi yanlışdır. Amma yanlışa doğru qoyub ona görə götürmürük. K hərəki neyron cismi ola bilər. K hərəki neyron cismi əslində ola bilər. Çünki hərəki neyronun cismi mərkəzin boz maddəsinin yaranmasında iştirak edir. Amma diaqramda yanlış qoyulub, buna görə götürmürük. X hərəki neyronun aksonu ola bilər. Hərəki neyron aksonu mərkəzin ağ maddəsinin yaranmasında iştirak edir. Fikir doğrudur. Doğruya da doğru qoyub. Diaqramda təsdiqləyib, ona görə düzgün götürürük. Cavabımız olur 1, 5 A variantı. Sual 15. Diploid xromosom sayına malik fərqli hüceyrələrə aid deməli, mərhələlərin hansı mütləq meyoz bölünməyə aiddir? Bilirik ki, meyoz 1-in anafaza mərhələsində 2 xromatidli xromosomlar qütbə çəkilir. Ona görə meyoz 1 anafaza mərhələsi olduğunu konkret olaraq burada deyə bilirik. Deməli, 2-4 olan bir canlının meyoz 1-in anafaza mərhələsidir. Çünki mitozda biz 2 xromatidli xromosomların qütbə getdiyini görmərik. Mitoz metafazda hər xromosomun sentromerinə hər iki qütbdən vətər gəldiyi üçün anafazada xromosomun çiyinləri ayrılaraq xromatidlər qütbə gedir. Ona görə deməli, əgər iki xromatidli xromosomun qütbə getməsini görürsə, bu meyoz 1 anafazadır. Bunu mütləq deyə bilərik. Digərlərinə də nəzər salaq. Deməli, baxırıq birinci ifadəyə. Birinci ifadə n bərabərdir 4, 2n bərabərdir 8 olan bir canlının, yəni diploid yığımı 8 olan bir canlının
Meioz 2 metafazası ola bilər. Deməli, meioz 2-nin metafazasında eni 4-dür. Diploid iğimi isə 8-dir. Bu şəkildə də ola bilər. Və ya 2 eni 4 olan bir canlının mitoz metafazası da ola bilər. Ona görə hər iki versiya doğrudur. Bizə lazımdır mütləq meyoz olsun. Ona görə biri götürə bilmədik. Üçüncü hissəyə nəzər salaq. Bura ya 4 eni 4 olan, yəni 2 eni 2 olan bir canlının mitoz anafazası ola bilər və ya deməli 2 eni 4 olan bir canlının meyoz 2 anafazası ola bilər. Ona görə hər iki variant doğru olduğu üçün bizə yalnız meyoz dediyi üçün yalnız 2-ni götürmüş olacaq. Cavabımız olur C variantı. Sual 16 ilə davam edirik. Göstərilən əlaqə forması necə adlanır və burada iştirak edən orqanizmların yalnız biri üçün səciyyəvidir. Burada ağac kökləri ilə göbələk mitsellərinin belə deyək, simbiozluğunu görürük, yəni müştərək yaşamını görürük. Bunlar mikoriza əmələ gətirir. Ağac kökləri ilə göbələk mitselləri mikoriza əmələ gətirir. Burada göbələk yalnız konsumentdir. Ona görə cavabımız olur Y variantı. Diğer variantlara da bir bakmış olsaq, mikorizadır. Bu ikisi getmiş olacaq. Və digər fikirlərə baxaq ikinci hissəyə. Bir hüceyrəli və çox hüceyrəli ola bilərlər. Bu hər ikisi üçün keçərli. Yəni bitkilər aləmində bir hüceyrəli nümayəndəsi var göbələyində, bitkinin də çox hüceyrəsi var göbələyində. Bu yalnız biri üçün aid olmadı. Hüceyrə divarda həm göbələyin xarici qlaf hüceyrə divarda, həm də bitkinin, ona görə yanlışdır. Yəni ortaq deyildir. Daha doğrusu ortaqdır. Bizə lazımdır yalnız biri üçün olsun. O da yalnız konsument olan göbələk olacaq. Sual 17 ilə davam edirik. X bir sümük verilib, aid olduğu skelet şöbəsi gövdəyə aiddir. Cüt sümüyü ilə birləşir, amma tək sümüyü ilə birləşmir. Gövdədə hansı sümüklər var? Gövdədə var döş sümüyü, gövdədə var qabırğa, gövdədə var, deməli, onurğa sütunu. Bunlar gövdəyə aid olan sümüklərdir. Və gövdədə döş sümüyünə 2 ədəd körpücük, bilavasitə 14 ədəd deməli əsl qabırğalar birləşir və yalnız cüt sümüklərlə birləşmiş olur. Yəni cüt sümüklərlə birləşib, tək sümüklə birləşmir deyirsə, biz burada döş sümüyünü götürəcəyik. Çünki onurğa sütunu həm belə deyək, cüt həm tək sümüklə birləşir. Tək sümüklə yuxarıdan ənsə ilə birləşdi. Cüt sümüklə bütün qabırğalar, çanaq, bunlar cütdür. Qabırğanın özü tək sümüklə birləşir. Yəni onurğasında həm tək, həm cütdür. Qabırğalar yalnız tək sümüklərə birləşirlər. Yəni fəqərələr və döş sümüyü olaraq tək sümüklərə birləşirlər. Ona görə e, cüt sümüklə birləşib, tək sümüklə birləşməyən deyirsə, biz X sümüyümüzü döş sümüyü olaraq müəyyən etmiş olaraq. Və doğru fikirlər istəyir. Sarı sümük iliyinə malikdir. Xeyr, uzun borular malik olur. Bu yastıdır. Tək sümüklərə aiddir. Doğru fikirdir. Döş sümüyü təkdir. Fəqərə ilə birləşmə əmələ gətirir. Xeyr, fəqərə ilə birləşməsi yoxdur. Qabırğa ilə və köpücük sümüyü ilə birləşir. Qırmızı sümük iliyinə malikdir. Bəli, orqanizmdə olan bütün sümüklərdə qırmızı sümük iliyi var deyə 2-4 bizdə doğru ifadə olacaq. Sual 18 ilə davam edirik. Miçulin Befreki tayka sortu yaradarkən istifadə etmiştir. Befreki tayka sortunun alınması zamanı dişi bitki kimi sarı bezlerden, erkek bitki kimi ise kitaykadan istifadə olunmuştu. Kitayka şimal sortuydu və turşuydu, soyuğa davamlıydı. Meyvələri kiçik idi. Sarı beflər isə cənub sortudur və onun meyvələri şirin, soyuğa davamsız, iri meyvələrə sahib idi. Şüyüm hissəsi əmələ gətirən beflər sortudur. Bəli, dişi bitki kimi beflərdən istifadə olunsa, şüyüm hissəsi də beflərdən gələcək. Sperm əmələ gətirən kitaykadır. Erkək bitki kimi, çünki kitaykadan istifadə edib. Endosperm kitayka yox, dişinin üzərindəki toxumda əmələ gələrdi. Yəni dişi bu belflərə aid xüsusiyyətdir. Erkək bitki kimi soyuğa davamsız yox, əksinə kitayka soyuğa davamlı idi, çünki şimal sortuydu. Cavabımız olur C variantı. İnsanın təkamül sxeminə əsasən doğru ifadələri müəyyən edin. Burada parapiteklər başlanğıc verir. Hippon, parapiteklər başlanğıc verir. Hippon, orangutan, driopiteklərə. Driopiteklər də başlanğıc verir. Gorilla, avstralopitek, şimpanzeyə. Yəni bizdə X deməli, driopitekın başlanğıc götürdüyü parapitekdir. Parapitekdən də başlanğıc götürən hippon, orangutan, driopitekdir. Driopitekdən də başlanğıc götürüb gorilla, avstralopitek, şimpanze və bacarıqlı insana başlanğıc verən deyilsə, təbii ki, burada avstralo
pitekdən danışır, müəyyən etmiş olacaq. Deməli, X bizdə parapitekdir, Y bizdə avstralopitekdir. X 3 şaxəyə başlanğıc verib, az öncə də qeyd etdik, hippon orangutan triopitekə başlanğıc verib, buna görə doğrudur. Y çanağın geniş olması sayəsində dik gəzə bilir. Bəli, avstralopiteklərin çanağının geniş olması ölçüsünə görə, ölçüsünün iri olmasına görə, inkişaf etməsinə görə insana oxşar olmuşdur. Ona görə doğrudur. X neogende yox, paleogende. Çünki parapitektir. Parapitek paleogende, driopitek və avstralopitek neogendedir. Bu yanlış fikirdir. Y daşdan, sümükdən alət hazırlamışdır. Bəli, deməli, avstralopiteklər daşdan və sümükdən əmək alətləri, ümumiyyətlə alət kimi istifadə etmişdilər. Yəni, daşdan, sümükdən alət kimi istifadə ediblər. Ona görə doğru fikirdir. Hippon və şimpanzelərə başlanğıc verir. X hippona başlanğıc verir, doğrudur. Amma şimpanzeye başlanğıc verən driopitekdir. Ona görə yanlışdır. Y-in arxa ətrafları daha zəif inkişaf etmişdir. Xeyr, əksinə dedik ki, güclü inkişaf etmişdir. Cavabımız olur 1, 2, 4. C variantı olaraq müəyyən edirik. Sual 20 ilə davam edirik. Bizə qurbağa, it və kərtənkələ verilmişdir. Bunların X, Y, Z cəmlərini müqayisə edəcəyik. Qurbağanın deməli, çiyin quşağına əmələ gətirən sümüklərinin sayı 7, göz qapaqları, inkişaf etmiş göz qapaqları 6, ürək kameraları 3-dür və bu ifadə bizə verir 16-nı. Birimiz olur 16. İt üçün baxaq X üzərinə gəlsin, Y, Z ifadəsinin cəminə. İtdə çiyin qurşağı sümüklərinin sayı 2-dir, 2 ədəd kürək sümüyünə sahibdir. İnkişaf etmiş göz qapaqları 4, ürək kameraları 4-dür. Bu ifadəmiz ona bərabər olur, 2, 10-dur. Kərtənkələ üçün baxsaq, çiyin qurşağı sümüklərinin sayı 6-dır. İnkişaf etmiş göz qapaqları 6-dır, çünki bunlarda qırpma pərdəsi var. Sudokuda yaşayanda da həmçinin. Ürək kameralarının sayı isə 3-dür. 6, 6, 12, bu da 15. Və azalma sırasını deyir. 1, 3, 2 olaraq cavabımızı müəyyən edirik. D variantı. Sual 21. İnsanın refleks qövsü sxemində hansı mərhələlər verilənin heç bir hissəsinə uyğun deyil? Burada Pavlova görə analizatorun hissəsi verilib. Hansılardır? Reseptor, hissi yol, mərkəz. Yəni, reseptor, sinir, bir də mərkəz. Bu, Pavlova görə analizatorun hissələridir. Seçinova görə refleks qövsünün hissələri, ümumiyyətlə refleks qövsünün hissələri, reseptor, hissi yol, mərkəz, hərəki yol, işçi orqan. Baxırıq ki, bu ilk üç hissə analizatorla eynidir, amma hərəki yol və işçi orqan fərqlənəcək. Ona görə, yəni olmayacaqdır Pavlovda. Ona görə cavabımız olur D variantı. Sual 22 ilə davam edirik. Hansı canlılar birinci növ biyogen miqrasiyanı həyata keçirirlər? Biz bilirik ki, atomların biyogen miqrasiyasının 3 forması vardır. Birinci növ yalnız bir hüceyrəli canlılar, mikroorqanizmlar edir. İkinci növü çox hüceyrəlilər. Üçüncü növ biyogen miqrasiyanı isə insan edir. Biz birinci növ biyogen miqrasiyadan danışmışıq, bir hüceyrəli axtarırıq. Salmonella, plevrakok və maya göbələyi. Plevrakok bir hüceyrəli yosun, salmonella bakteriya, maya isə bir hüceyrəli göbələkdir. Qov çox hüceyrəli parazit göbələkdir. Meyvə cismi yaradır. Çovdar mahmuzda həmçinin çox hüceyrəli parazit göbələkdir. Bunlar deməli çox hüceyrəlidirlər. Bizə bir hüceyrəlilər lazım edir. Cavabımız olur 1, 3, 5 A variantı. Sual 23 ilə davam edirik. Paxla bitkisinin çiçəyi düsturunda biz bilirik ki, paxlavlar fəsiləsinin nümayəndəsidir. Formulu K5, R5, Y10, D1 şəklindədir. Formulu tam şəkildə ifadə etmiş olsaq, bitişik və sərbəst strukturları da qeyd etsək. Deməli, K5 kəsə yarpaqları bitişik, L3 üzərinə gəlsin 2, ləçəyin ikisi bitişik, 3-ü sərbəst. Erkəkçiyin 9-u bitişik, 1-i sərbəst, dişici isə 1 ədəddir. Çiçək düsturuna nəzərən bitişik hissələrin saylarının cəminin, bitişik olmayan hissələrin saylarının cəminə. Bitişik hissələr 5 kəsə yarpağı, 2 ləçək, 9 erkəkçi olur. Bu ifadə bizə 16-nı verir. Bitişik olmayan hissələr 3 ləçək, 1 erkəkçik və 1 dişicidir. Bu ifadə bizə 5 verir. Deməli, bir çiçəkdə bitişik olanın olmayanın fərqi 11 ədəddir. Əgər 33 ədədsə söhbət 3 çiçəkdən gedir. Deməli, bizim 3 çiçəyimizdən söhbət gedəcək.
Hər bir çiçəkdə hüceyrə hissələrinə mənə gələn zaman 35 mitoz hüceyrə mitoz bölünməyə məruz qalmışdır. Bir hüceyrə hissəsi formalaşan zaman 7 ədəd mitoz baş verir və 7 ədəd hüceyrə bölünməyə məruz qalır. 35 hüceyrə bölünməyə məruz qalıbsa 5 hüceyrə hissəsindən deməli söhbət getmiş olacaq. Deməli bizdə 3 çiçəyimiz var. Hər çiçəyimizdə də 5 üşəm hissəsi formalaşacaq. Ümumilikdə bizdə olacaq 15 üşəm hissəsi. Və bir üşəm hissəsində mayalama prosesində 2 sperm iştirak edir. 15 üşəm hissəsində də mayalama prosesində 30 sperm iştirak etmiş olacaq. Cavabımızı 23-də 30 olaraq müəyyən edirik. Sual 24 ilə davam edirik. Proseslərin ən çox ehtimal olunan təkamül ardıcıllığını müəyyən edin. Birinci üzvi maddələrin abiyogen yolla sintezi baş verəcək. Hələ üzvü maddə sintezi olunmalıdır ki, daha sonra konservant damlalar yaransın. Konservasiya hadisəsindən sonra probiont yaranacaq. Probiontdan sonra bakteriya hüceyrəsi, yəni prokaryotlar yaranacaq. Daha sonra isə evkaryot hüceyrənin yarandığını qeyd edə bilərik. Sual 25. Xloroplastdan xromoplasta keçid, yəni plastik çevrilməsi baş verir. Yaşıl plastiklər rəngli plastikə çevrilir. Nuklein turşuların növ sayı dəyişmir. Xeyr, bunlarda hər ikisi DNT, RNT sahibdir, dəyişməyəcək. Membran sayı hər ikisi 2 membranlıdır, dəyişmir, bəli. 2-yə bölünmə ilə çoxalma qabiliyyəti itmir, çünki hər ikisinin DNT-si var. Tərkibindəki orqanoidlərin müxtəlifliyi azalmır, çünki tərkibində hər ikisinin ribosomu var. Polipeptid zəncir sintezi davam edir. Bəli, hər ikisində ribosom var, hər ikisində zülal sintezi davam edir. Cavabımızı 2, 5 olaraq müəyyən etmiş oluruq. Sual 26 ilə davam edirik. Faringit xəstəliyin törədicisi. Bilirik ki, faringiti virus törədə bilər, faringiti bakteriya törədə bilər. Əgər bizə bir qidalı mühit verib və bu qidalı mühitə e, həmin orqanizmlar daxil edir və orqanizm sayında artım yoxdur. Bu deməkdir ki, həmin orqanizm sərbəst halda ətraf mühitində olan qidadan istifadə edə bilmir. Bu viruslardır. Çünki, deməli bizdə bakteriya deyil, virusdan danışırıq. Çünki viruslar başqa bir orqanizmin daxilində, hüceyrə daxilində artıq çoxala bilirlər. Nə qədər qidalı bir mühit olmuş olsa belə, xarici mühitdə, ətraf mühitdə canlı orqanizmdən kənarda viruslar yaşaya bilir, çünki özləri üçün zolal sintezi edə bilmirlər. Demək ki, biz virusdan danışırmışıq. Membransız orqanoidləri ola bilər. Xeyr, bu virusdur. Ümumiyyətlə orqanoid məsələsi yoxdur. Hüceyrə quruluşu yoxdur. Çünki irsi məlumatın daşıcısı bəli ya DNT, RNT-yə sahib ola bilərlər. Polipeptid zəncirə malik kapsid bəli virusların üzərində zülal örtük vardır. Yəni polipeptid zəncirə malik kapsid vardır viruslarda. Üzvü birləşmələr sintezidən xüsusi struktura malikdir. Xeyr, ümumiyyətlə bunlar özləri sərbəst halda üzv maddə sintez edə bilmirlər. İnterferonlar bunların artmasının qarşısını alır. Bəli, interferonlar viruslara qarşı olan qoruyucu zülallardır ki, virusların artımının qarşısını alırlar. Cavabımız olur 2, 3, 5. 27-ci sualımızla davam edirik. Uyğunluğu müəyyən edin, qeyd edir. Baxırıq, 1, 2-nin çiçək, deməli, meyvə növü qutucuqdur, 3-ün isə meyvə növü gilə meyvədir və çiçək düsturunda çiçək yanlığına əmələ gətirən struktur elementlərin sayı erkəkçi sayına nisbəti 1-in 1-ə, 2-nin 1-ə, 2-nin 1-ə. Bilirik ki, qutucuq meyvə bir badımcan çiçəklərdə var, bir də deməli, zambaqlar fəsləsinin nümayəndələrində qeyd edirik və zambaqlar fəsləsinin formulu C6Y6D1 şəklindədir. Çiçək yanlığını təşkil edən strukturların erkəkçi sayına nisbəti 1-in 1-ədirsə bu zambaq olacaq. Və meyvə tipi qutucuqdur. Bura aid edə bilərik biz nəyi? Bəli, inci çiçəyi zambaq olsa da biz bunu aid edə bilmirik. Çünki inci çiçəyinin meyvəsi gilə meyvədir. Bura zambaq olub meyvə tipi qutucuq olan dağ laləsini misal göstərə bilərik. 1-ə Y gedər. Meyvə tipi qutucuqdur, lakin çiçək yanlığına əmələ gətirən struktur elementlər erkəkçi sayına 2 dəfə çoxdursa, dedik ki, qutucuq meyvə bir də badımcan çiçəklərdə var. K5, L5, Y5, D1 şəklindədir və çiçək yanlığı təşkil edən struktur element sayı 10-dur, erkəkçi sayı isə 5-dir. 10-un 5-ə 2-nin 1-ə nisbətidir. Badımcan çiçəklərdən danışır və qutucuq meyvəlini istəyir bizdən. Ona görə burada bat-batı götürə bilərik qutucuğa. Bir də tütünü götürə bilərik. Kartof gilə meyvədir, götürmədik. Bunları da qeyd etdik artıq. Dağ laləsində qeyd etmişik. Aha.
Gəldik gilə meyvəyə. Gilə meyvədir və 2-nin 1-ə nisbətindədir. Olan burada mövcud kartofdur. Kartof badımcan çiçəlidir. 2-nin 1-ə nisbətində çiçək yanlığı erkəkçi nisbətidir və meyvəsi də gilə meyvədir. Kartofu da aid etmiş olaraq 3-ə 1-ə Y, 2-yə B-də, 3-ə C olaraq cavabımızı müəyyən edirik. Və nəhayət gəlirik situasiya sualımıza. Hamiləliyin 8-ci ayında olan iki qadın həkim müayinəsindən keçdi. Müayinə zamanı hər iki qadının uşaqlarında olan əkiz uşaqların sayının yalnız birinin somatik hücrəsində 24 xromosom müxtəlifliyi var. Öncə nəyə baxırıq? Burada iki cift görürük. Burada isə bir cift var. Əgər bir ciftin daxilində iki uşaq varsa, bir cift iki uşaq varsa bu olacaq eyni yumurta əkizləri və burada birinin oğlan, birinin qız olmaq diye bir şansı yoxdur. Ya hər ikisi qızdır, ya hər ikisi oğlandır. Burada iki cift görürük. İki ciftin daxilində iki uşaq görürüksə, bura ayrı yumurta əkizdir deməkdir. Və 24 xromosom müxtəlifliyi burada olacaq. Çünki 24 xromosom müxtəlifliyi oğlan uşağındadır. 44 üzərinə gəlsin XY. 44 ədəd bizə 22 cüt, yəni 22 müxtəlifliyi verəcək. X-dan 1, Y-dən 1 olmaqla 24 müxtəlifliyi bizdə oğlan uşağına aid olmuş olacaq. Deyək ki, burada biri əgər oğlandırsa, digəri qız olacaq. Digərləri və bu 4 uşağın cəmi birinin oğlan olduğunu qeyd edirsə, yerdə qalan hamısını qız olaraq qeyd etmiş oluruq. Verilən AB əkizlər dedik ki, ayrı, B eyni yumurta əkizidir. Və əmələ gəlməsində də nəyə görə bu şəkildədir? Əsaslandırmış olsaq, A-da iki cift görürük. Demək ki, iki ciftin daxilində iki uşaq formalaşır. Hər biri ayrı-ayrı yumurtalardan yarandığı üçün bu şəkildədir. Və B-də də görürük ki, bir ciftin daxilində iki uşaq var. Demək ki, eyni yumurta əkizləridir. Sual 29-da davam edirik. A və B əkizlərin əmələ gəlməsində iştirak edən X cinsi xromosomlu qametlərin sayının Y cinsi xromosomların sayına nisbəti artıq qeyd etmişik. Gəlin cəmləyək. Deməli, A-da əkizlərin biri qız, biri oğlandır. Qızlardan 2 ədəd X gələcək. Oğlandan 1 ədəd X gələcək. Digər yumurta əkizlər, yəni eyni yumurta əkizlərinə də baxmış olsa, burada 2 qızdır. Hər uşaqdan da 2 dənə X gəlmiş olmaqla ümumilikdə bir də üzr istəyirəm. Burada əmələ gəlməsində iştirak edən ziqotları soruşur. Onu da qeyd edək. Bu eyni yumurta əkizi olduğu üçün bir spermatozoid bir yumurta hüceyrəni mayalandıracaq və burada bir ziqot yaranacaq. Bir ziqotdan bölünüb 2 blastomerlər belə deyə başlanğıc verəcək uşaqlara. Ziqot bölünür, mitoz yolla blastomer yaradır. Buradan uşaq yaranacaq. Yəni yaranan qametləri soruşur. Fərdlərin ziqotlarındakı hüceyrə X sayını soruşmur. Qametlərdə. Yəni əmələ gəlməsində iştirak edən qametlərdə X-i soruşur. Deməli, burada ayrı yumurta əkizləri olduğu üçün bu qızın yaranmasında 1X, 1Y atadan deməli X spermatozoid, anadan X yumurta hüceyrə alacaq. Oğlan uşağıdan anadan X yumurta hüceyrə alacaq, atadan Y spermatozoid almış olacaq. Deməli, bu oldu bizdə dişi və erkək qametlərimiz birinci A əkizlər üçün. B əkizlərində isə bunlar atasından X, anasından Y alacaqlar. Üzr istəyirəm, atasından X, anasından X alacaqlar və ümumilikdə 2 ədəd X xromosomu ziqot yaranacaq. Yəni, qız uşaqlarına başlanğıc verən ziqot yaranmış olacaq. Bu ziqotda bölünüb 2 uşağa başlanğıc verəcək. Burada da 2 dənə X-i görmüş olacaq. Y-imizin isə sayı oldu 1 ədəd. Ümumilikdə 5 ədəd X xromosomu, 1 ədəd Y olmaqla 5-in 1-ə nisbəti vermiş olacaq. Sual 30-la davam edirik. Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. A əkizləri və B əkizləri verilmişdir. Əmələ gəlməsində 4 növ qamet iştirak edir. B əkizləri ayrı yumurta əkizləridir və burada artıq gördük ki, əmələ gəlməsində 4 növ qamet iştirak etdi. Bizdə B əkizləri ayrı idi. Bir dəqiqə. A əkizləri ayrı idi. B əkizləri eyni idi. Deməli, 4 qamet iştirak edirsə, bu gedəcək bizdə birinci A əkizlərinə. Cift sayı döl sayına bərabərdirsə, burada baxırıq ki, 2 cift, 2 uşaq var. Döl sayına bərabər olan A əkizləridir. Göbək ciyəsi sayı döl sayına bərabərdir. Ümumiyyətlə, həmişə yadda saxlayırıq. Cift sayı ziqot sayı qədərdir. Ciyə sayı uşaq sayı qədərdir. Yəni, eyni və ya ayrı yumurta əkizi olmasından asılı olmayaraq, həmişə uşaq sayı qədər ciyə olacaqdır. Ona görə 3 ortaq olacaq. Döl sayı cift sayından çoxdur. Baxırıq ki, bir ciftin daxilində 2 döl yaranıbsa, bu deməli, eyni yumurta əkizləri olan B-yə getmiş olacaq. 4 bura gedir. Və cinsiyyətcə eynidirlər.
Bu olacaq B əkizlərinə, yəni hər ikisi qızdır. Birinci A əkizləri isə bir qız, bir oğlan olacaq. Deməli, A-ya 1, 2, ortağa 3, B-yə də 4, 5 olaraq cavabımızı müəyyən etmiş oluruq.